Bir daha salam, hər birinizə istədilər. Burada bir sualla bağlı, 31-ci sualla bağlı bir nüansı qeyd edirək. Hansı ki, cavabı orada yoxlayanda başqa bir izah vermişdim. Baxın, mənim nəzərdə tutduğum hissə nədir? Sualın şərtini ümumiyyətlə baxaq. Deyir ki, sənədə yerləşdirən lövhənin səhifədəki mövqeyi hansı lent tabı və lent qrupundan təyin olunur? Səhifədəki mövqeyi deyirsə, mən bunu birinci başa düşdüm ki, belə bu şəkildə insertdə əlavə edəndə bunun içərisində baxın, müxtəlif şəkildə yerləşdiririk bunu. Yəni, fərqli hissələr, yəni əlavə olunması insertdə idi. Bir də dəyişiklik. Bunu da bilir ki, dəyişiklik bir layoutdadır, bir də faylda printin page setup'ındadır. Burada page setup'a keçəndə layout hissəsində baxın, cüt və təşlərdə ayrı, birinci səhifədə ayrıca header footerların olması. Bunun mövqeyə falan aidiyyatı yoxdur. Sadəcə fərqləndirmək üçün, yəni cütü ayrı fərqli şeylər yazılsın deyə. Bunlar mövqe hissəsi, baxın, bunu nəzərdə tutur. Header footer hissəsi var, məsafə. Bu məsafənin nə qədər olması həmin mövqeyə təsir edir. Bunu qeyd eləmək istəyirlər. Məsələn, header hissəsinə 2.1 cm vermişəm və yaxud da footer hissəsini artırıram, məsəl üçün 2.1 vermişəm. Həmin baxın, bu məndə görürsünüz, mövqeyə təsir elədi, yəni biraz yuxarıdaydı, aşağıya düşdü. Bunu nəzərdə tutublar. Amma sualın şərtinin bu şəkildə verilməsi doğrudurmu? Məncə xeyr. Sualın şərtində yazsaydı ki, məsələn, header footerun məsafəsi hansı hissədən təyin olunur və s. Onda hə, əminliklə götürərdik ki, layoutda page setup. Yenə də, yəni, mən bu sualına razı deyiləm. Mövqe olaraq yazılması biraz şu an çaşdıra bilir. Cavabda isə biz Y demişdik, din bunu D kimi götürübdür. İnşallah ki, aydın oldu izah.